Tamam uşaqlar, bugün sizinlə yeni 8-ci sinif biologiya dərsliyi əsasında fermentlər mövzusunun izahına baxırıq. Deməli, burada bizə ə, fermentlərin xüsusiyyətləri, fermentlərin funksiyaları haqqında məlumat verilmişdir. Belə bir misal çəkilir ki, yediyimiz qidalardır, düyüdür, kartofdur, makaron, çörək kimi əsas qidaların çoxunda böyük miqdarda nişasta toplanır. Biz bilirik ki, nişasta polisaxaridlərə aiddir və nişasta suda həll olunur, şirin dada malik deyil və polimer birləşmədir. Amma deyirik ki, biz çörəyi əgər ağzımızda bir qədər çiynəsək, uzun müddət ağzımızda saxlasaq, əvvəlcə çox dad hiss etməyəcəyik. Təbii ki, nişastanın dadı yoxdur, yəni onun şirin dadı yoxdur. Amma bir neçə dəqiqə keçəndən sonra çeynəməyə davam etsək, ağız suyu ilə qarışan çörək dadı şirin bir dad verməyə başlayacaqdır. Təbii ki, biz bilirik ki, nişastanın tərkibində onun monomerləri var, hansı ki, bunlar glukozadır, yəni sadə birləşmələri glukozadır və o glukoza şirin dada malikdir. Deməli, nişasta molekulunda olan rabitələr qırılmağa başlayır və sərbəst şəkildə olan glukoza deməli, həmin qidaya şirin dad verməyə başlamışdır. Burada bir neçə suala cavab tapacağıq. Yediyimiz qidalardan sonra nə baş verir? Yəni qidalandıqdan sonra o qidalara nə baş verir? Şirin dadı hiss etməyimizin səbəbi nə ola bilər? Təbii ki, dedik ki, glukozanın orada ayrılması şirin dadın olmasını bizə göstərir. Və biz bilirik ki, orqanizmimizdə, hüceyrələrdə fasiləsiz olaraq maddələr mübadiləsi gedir. Maddələr mübadiləsi dedik ki, iki prosesin bir-birinin əksinə getməsi adlanır. Bu kondensləşmə və hidroliz prosesləridir. Parçalanma və təbii ki, yeni maddələrin əmələ gəlməsi. Və bu zaman kimyəvi reaksiyalar zamanı həm kimyəvi rabitələr qırılır, yəni parçalanma prosesi gedir, həmçinin də yeniləri yaranır. Deməli, birləşmə prosesi gedir. Məsələn, burada maltozanın hidrolizində biz bunu deməli əvvəlki dərsdə də görmüşdük ki, maltoza hidroliz edən zaman deməli, onun, baxın burada, maltoza hidroliz edən zaman su molekulu maltoza ilə deməli, birləşir. Belə ki, bu zaman nə baş verir? Deməli, əvvəlcə iki glukoza molekulu arasında olan bax, bu rabitə qırılır və ondan sonra yeni, deməli, qırılandan sonra, rabitə qırılandan sonra suyun tərkibində olan HOH bu şəkildə göstərəcəm, müsbət və mənfi deməli, iyonlardır. Suyun tərkibində olan hidrogen və hidroksil qrupları hər biri bax bu glukoza molekuluna əlavə olunur və yeni rabitə yaranır. Demək ki, hidrogenin biri gəlir deyək ki, bura birləşir, digər OH isə gəlir digər bax bu glukoza molekuluna birləşir və nəticədə burada yeni bir rabitələrin əmələ gəlməsinə səbəb oldu. Demək biz burada nə gördük? Hidroliz prosesini gördük, maltozanın parçalanmasını gördük. Demək, bu zaman yeni bir rabitələr əmələ gəldi. Və fermentlər təbii ki, bu prosesin getməsinə təsir göstərir. Belə ki, rabitələrin qırılması üçün, yəni bax bu maltoza ki, necə qırıldı, onun qırılması üçün mühitdən mütləq istilik enerjisi udulmalıdır və reaksiya məhsullarında yeni rabitələrin yaranması zamanı yenidən istilik enerjisi ayrılmalıdır. Demək, bu rabitələr qırılanda enerji udulur, yeni rabitələr yarananda isə enerji ayrılır. Bax, bunu dəqiq fikir veririk buna. Rabitələr qırıldıqda enerji udulur, rabitələr yarandıqda isə enerji deməli ayrılır. Və buna görə də reaksiyanın, kimyəvi reaksiyanın başlanması, davam etməsi üçün reaksiyaya daxil olan molekullara mütləq aktivləşmə enerjisi adlanan bir enerji deməli, bu həmin bu molekullar aktivləşmə enerjisi adlanan enerji baryerini aşmalıdırlar. Yəni, həmin enerji baryerindən keçməlidirlər. Aktivləşmə enerjisi kimyəvi reaksiyanın başlanması üçün tələb olunan minimum enerjinin miqdarıdır. Demək, istənilən bir kimyəvi reaksiyaya getməsi üçün ona lazım olan ən az aktivləşmə enerjisini ən az, yəni aktivləşmə enerjisi lazımdır ki, həmin o enerjinin sayəsində
bu proses həyata keçsin. Yəni minimum ona aktivləşmə enerjisi lazımdır. Və canlı orqanizmlərdə maddələrin mübadiləsi zamanı aktivləşmə enerjisi bioloji katalizator funksiyasını yerinə yetirir. Təbii ki, yəni aktivləşmə enerjisi olmasa bu reaksiyalar gedə bilməz. Buna da biz sanki belə deyək də, bioloji katalizator deyirik. Əlbəttə bilirik ki, katalizator nədir? Kimyəvi reaksiyaya girir, adətən reaksiyanı sürətləndirir, amma reaksiya başa çatdıqdan sonra o həmin o katalizator heç bir kimyəvi dəyişikliyə məruz qalmayan bir maddədir. Yəni özünə heç nə olmur, sadəcə nə edir? Reaksiyanı sürətləndirir. Və bioloji katalizatorlara biz fermentlər aid edirik ki, hansı ki bu fermentlər zülal tərkiblidir. Demək, buradan belə çıxır ki, bütün fermentlər zülaldırlar, amma bütün zülallar ferment deyil. Necə ki demişdik ki, bütün yağlar lipiddir, amma bütün lipidlər yağ deyil. Eyni ilə də burada da o fikri deyirik ki, bütün fermentlər zülal sayılır, amma bütün zülallar ferment deyildir. Və fermentlər aktivləşmə enerjisini, kimyəvi reaksiyanın gedən, bax bu proses gedən zaman həmin o aktivləşmə enerjisini azaldaraq biokimyəvi reaksiyalara məruz qalacaq molekulları aktivləşdirir. Deməli, aktivləşmə enerjisini azaldır, həmin reaksiyaya gedən molekulları aktivləşdirir və reaksiyanın daha aşağı enerji səviyyəsində baş verməsinə imkan verir. Məsələn, baxın, buradakı şəkilə baxsaq görərik ki, burada ferment iştirak etmir, düzdürmü? Burada aktivləşmə enerjisi çox yüksəkdir. Və reaksiyaya daxil olana biz, reaksiyaya daxil olan maddəyə biz substrat deyəcəyik. Nəticədə yüksək aktivləşmə enerjisi sayəsində həmin o molekul parçalanır. Parçalanan sonra sadə molekullara ayrılır ki, buna biz reaksiya məhsulu deyəcəyik. Və ferment olmadığına görə yüksək enerji lazımdır, aktivləşmə enerjisi. Bu zaman nə oldu? Parçalanma zamanı enerji uduldu və yeni reaksiya məhsulu əmələ gələn zaman enerji ayrılır. Daha sonra deməli həmin bax bu prosesin ardının davam etməsi üçün daha aşağı aktivləşmə enerjisində getməsi üçün təbii ki biz bura ferment əgər əlavə etsək, fermentin iştirakı ilə nəticədə substratın parçalanması prosesi daha aşağı enerji aktivləşmə enerjisi sayəsində gedəcək. Deməli burada məsələn reaksiya göstərilibdir. Glukoza ilə oksigen reaksiyaya girir və nəticədə karbon qazı və su əmələ gəlir. Bu deməli tənəffüs prosesinin belə deyək ki, reaksiyasıdır, oksigenli tənəffüsün. Və buradan da nə gördük? Aktivləşmə enerjisi heç belə aşağı bir, yəni aktivləşmə enerjisinə gərək duyuldu da, yəni lazım oldu burada. Fermentin iştirakı olduğuna görə aktivləşmə enerjisi çox aşağı səviyyədə getdi və fermentin kataliz etdiyi reaksiyada molekullar reaksiyaya girirlərsə, fermentin kataliz etdiyi reaksiyada bu molekullar, hansı molekullar reaksiyaya girirsə, bax bunlar, onlara biz substrat deyəcəyik. Amma nəticədə əmələ gələnlərə isə biz nə dedik? Reaksiyanın məhsulları deyəcəyik. Və təbii ki, fermentlərdən təkrar-təkrar da istifadə etmək mümkündür və buna görə də hüceyrələrdə adətən az miqdarda fermentlər olur. Çünki onlardan təkrar-təkrar istifadə etmək olur. Amma belə bir şey var ki, fərqli hüceyrə növlərdə müxtəlif miqdarda fermentləri sintez etmiş olurlar. Burada belə bir təcrübə göstərilib, fermentin fəaliyyətini göstərmək üçün diş çöpləri verilib və müxtəlif zaman fasilələrində, məsələn 5 saniyədə, sonra 10 saniyə, 20-40 saniyə ərzində müxtəlif zamanlarda bir əllə verilən diş çöplərini qırmaq lazımdır. Bu zaman bir ilk saniyələrdə biz daha sürətlə diş çöplərini qırmağa başlayacağıq. O zaman keçdikcə vaxtın miqdarı artdığına baxmayaraq, bu zaman qırılan diş çöplərini də həmin o, yəni qabın içinə tulluyuruq və nəticədə qırılan diş çöplərinin sayı çoxalır, qırılmayan diş çöplərin sayı az qalır. Və bir müddətdən sonra görürük ki, burada sürət yəni azalır. Sürətin azalmasına səbəb o olur ki, bir əlimiz yorulur təbii ki. Bir də ki, burada təmiz qırılmamış diş çöplərinin miqdarı azalır. Və buradan belə nəticə çıxır ki, fermentin fəaliyyətinin uzun müddətli davam etməsi üçün bir, əvvəlcə gəlin görək bunlar nəyə bənzədir? Bizim əlimiz, bax bu əlimiz fermenti xatırladır. Sanki əlimiz fermentdir. Bu qırılmayan diş çöpləri adlanacaq substrat. Amma qırılan diş çöpləri isə, bax bu yerdə qalan qırılan diş çöpləri isə olacaq reaksiya məhsulu.
Niyə belə deyək ki, reaksiyanın sürəti azalır? Çünki birinci fermentin əlimiz yorulur, yəni fermentin aktivliyi azalır. İkincisi substratın miqdarı azalır, yəni tam qırılmamış çöplər qalmadığına görə və hər dəfə də əlimizə atırıq görürük ki, qırılmış çöp əlimizə keçdiyinə görə, sınmış çöp olduğuna görə, yəni reaksiya məhsulları çoxaldı, substrat azaldı və nəticədə ferment miqdarı azaldı. Ona görə reaksiyanın sürəti aşağı düşmüş oldu. Demək ki, reaksiyanın tam getməsi üçün həm substratın miqdarı kifayət qədər olmalıdır, təbii ki, həm də fermentin fəallığı da bu zaman yüksək olmuş olacaq. Hüceyrələrdə əslində fermentlər deməli iki cür əmələ gəlir. Bir hüceyrə daxilində olan fermentlər var, bir də hüceyrənin xaricinə ifraz olunan ferment məhsulları var. Belə ki, məsələn, canlı hüceyrələrdə sintez olunan fermentlərin əksəriyyəti hüceyrə daxilində öz fəaliyyətini həyata keçirir. Yəni o hüceyrənin içində, bax bu deyək ki, hüceyrədir, burada fermentlər deməli sintez olunur. Bunlar yalnız burada öz fəaliyyətini yerinə yetirir. Məsələn, qaraciyər hüceyrələrində zərərli hidrogen peroksidi parçalayan katalaza hüceyrənin daxilində qalan fermentdir. Deməli, bu oldu birinci daxili, hüceyrə daxili fermentlər. Eyni zamanda var hüceyrə xarici fermentlər. Məsələn, deyək ki, hüceyrənin daxilində o sintez olunur. Bax, burada sintez olunur. Amma öz fəaliyyətini göstərməsi üçün, öz funksiyasını yerinə yetirməsi üçün bu hüceyrələrdən deyək ki, bu fermentlər xarici ifraz olunur. Baxın, burada deyir ki, digər fermentlər hüceyrə daxilində sintez edilir. Sonra isə öz funksiyalarını yerinə yetirmək üçün bəzi orqanların hüceyrələri tərəfindən ifraz olunur, yəni xaricə. Demək, bu hüceyrə xarici funksiyasını yerinə yetirmiş olur. Hüceyrə daxilində deyil. Məsələn, yağları, yağ turşusunu bilirik ki, yağlar yağ turşusu və qliserinə parçalayır. Bunu parçalayan lipazadır. Amma lipazanı deməli sintez edən orqansa mədə-altı vəzidir. Və yaxud da ki, nişastanı parçalayan maltozaya çevirən amilaza fermenti. Baxın, demək ki, yağları parçaladı nəyə? Yağ turşusuna, bir də qliserinə. Bunu edən nə oldu? Bunu edən lipaza fermenti oldu. Və yaxud da ki, nişasta parçalandı. Disaxarid olan maltozaya, təbii ki, N-dən yazaram, yəni miqdarı çoxdur. Bunu edən hansı oldu? Amilaza. Baxın, burada nə görürük? Aza. Deməli, aza şəkilçisi fermentlərə aiddir. Amma oza şəkilçisi isə karbohidratlara aiddir. Keçən dəfə dediyimiz kimi. Və buradan da belə neçə çıxır ki, bax, bu lipazadır, amilazadır. Bunu sintez edən mədə-altı vəzidir. Amma mədə-altı vəzi bu fermentləri ifraz edir bağırsağa. Bağırsağın daxilində bu proses gedir. Yəni mədə-altı vəzinin hüceyrələrin içində getmir. Ona görə bu hüceyrə xarici oldu. Və buradakı bir şəklə də biz diqqət yetirək. Bax, bu sxemə diqqət yetirək. Fermentlərin təsir mexanizmini göstərib bizə. Bayaqdan biz substratdan danışırdıq. Yəni o qırılan molekuldan, o böyük molekuldan danışırdıq. Deməli, o qırılan, o böyük molekul nişasta molekuludur. Baxın, bax bu nişastadır. Bax, buna biz substrat deyəcəyik. Görürsünüz, bunlar öz aralarında rabitələrlə, bağlarla bir-birinə bağlanıbdır. Və bunu parçalamaq üçün təbii ki, bizə ferment lazımdır. Bu ferment də amilaza molekuludur. Necə olur bu? Bax, bu substratın, bax, bu quruluşuna baxırıq. Bir də amilazanın, baxın, quruluşuna baxırıq. Quruluşuna baxanda görürük ki, sanki puzzle kimi də. Necə ki, puzzle bir-birinə daxil olur. Bax, bu bura daxil olur. Bax, bu hissə bura daxil olur. Bu hissə bura daxil olur. Nəticədə sanki qıfılı, demək, açarı qıfıla keçirib, necə qıfılı açırıq. Bax, o şəkildə sanki açar keçir qıfıla. Bax, bu hissəyə biz fermentin fəal mərkəzi deyəcəyik. Bax, bu fəal mərkəzdir. Substrat keçir amilazanın fəal mərkəzinə və sanki necə ki açar qıfılı açdığı kimi amilaza da bax bu rabitəsini qırır. Bax gördünüz, keçdi bunun daxilinə, bunu qırdı. Təbii ki, bunun getməsi üçün mütləq su da lazımdır. Nişasta su ilə reaksiyaya girəcək. Amilazanın iştirakı ilə parçalandı şəkərə. Baxın, iki hissəyə bax buradan qırdı. Gördük, iki dənə məhsul alındı. Şəkər molekulları alındı və bu proses davam edəcək ta o vaxta qədər ki, həmin bax bu rabitələrin hamısı qırılacaq və heç substrat qalmayacaq və tam parçalanana qədər, nişasta tam parçalanana qədər amilaz öz funksiyasını yerinə yetirmiş oldu. Deməli, burada bu oldu ferment.
ferment. Bu hissə oldu fəal mərkəz. Bu özü oldu bütöv olursa buna substrat deyirik. Amma ayrılırsa artıq hissələrə təbii ki buna biz məhsul deyəcəyik. Reaksiyanın məhsulu deyəcəyik. Və fermentlər öz fəaliyyətlərində spesifikdirlər. Yəni bu nə deməkdir? Bu o deməkdir ki, onlar yalnız bir növ reaksiyanı kataliz edirlər. Baxın, lipaza yağları parçalayır, amilaza nişastanı parçalayır və yaxud da proteazalar zülalları parçalasa da karbohidratlara və ya lipidlərə təsir göstərmir. Protein sözündən də elə proteaza zülalları təsir göstərir. Demək, zülalları zülalları parçalayan ana adlandı? Proteaza. Gördük, burada da aza var. Və buna nəyə qədər parçalayır? Təbii ki, amin turşularına qədər. Çünki bunun sadə molekulları amin turşudur. N dənə amin turşusu yazırım. N vur amin turşusu. Deməli, lipazalar lipidləri parçalayır. Lakin nə zülallara, nə də karbohidratlara təbii ki, təsir göstərmir. Hər biri spesifikdir. Amma fermentlərin oxşar xüsusiyyəti də var. Oxşar xüsusiyyəti odur ki, fermentlər suda həll olurlar və onların fəaliyyəti göstərməsi üçün bir müəyyən temperatur olmalıdır. Bir də mühitin pH göstəricisi olmalıdır. Bax, bu iki amil fermentin fəaliyyətinə təsir göstərir. Məsələn, burada bizə belə bir deməli qrafik verilib. Burada keratin saç, dırnaq, xəz, buynuz və lələklərdə olan bir zülaldır. Suda həll olmayan bir zülaldır. Saçın, dırnağın, buynuzun tərkibindədir, lələyin tərkibindədir. Və burada göstəriblər müxtəlif pH qiymətlərində və müxtəlif temperaturlarda keratini parçalayan, baxın, keratinaza fermentinin fəaliyyəti göstərilmişdir. Və buradan biz təbii ki, qrafika baxanda nə görürük? Görürük ki, 6-dan sonra, pH 6-dan sonra onun fəallığı artır. 8-9 aralığında daha yüksək bir fəallıqda olur. Təbii ki, 9-dan sonra artıq, yəni 8-dən sonra fəallığı yavaş-yavaş azalıb, 9-dan sonra tamamilə aşağı düşməyə başlayır. Temperatur olaraq da ən yüksək, belə deyək ki, optimal temperatur 40 və ən yüksəyi təbii ki, burada 45 dərəcədə daha yaxşı təsir göstərmiş oldu. Demək, keratinaza optimal pH-ı oldu onun 8, temperaturu isə oldu onun 45 daha doğrusu. Yəni pH bu cür olduqda və ya temperatur bu şəkildə olduqda həmin o keratinaza yaxşı fəal olur. Təcrübə zamanı hansı iki dəyişiklik keratinazanın aktivliyini göstərmək üçün istifadə edilə bilər? Təbii ki, biz nəyi dəyişsək? Məsələn, pH-ı 7, 8, 9, 10 aralığına qoysaq, görərik ki, bu aralıqlarda müxtəlif cür təsir göstərir. Ən fəallığı 8-də oldu. Burada da müxtəlif temperaturlarda ən fəal olması 45 dərəcədə oldu. Hər iki təcrübədə hansı iki şərt sabit saxlanılmalıdır? Nə sabit qalmalıdır? Baxın, pH-ı dəyişirəm, temperaturu dəyişirəm, amma nəyi sabit saxlamalıyam? Bir fermentin miqdarını sabit saxlamalıyam. Bir də substratın miqdarını sabit saxlamalıyam. Bayaq ki, o dedik ki, o diş çöplərini qıranda substrat azaldığına görə ferment öz işini görə bilmir. Təbii ki, bu iki amil sabit qalmalıdır. Amma yerdə qalan amilləri biz dəyişməklə o fermentin fəaliyyətinə baxa bilmiş oluruq. Suallara da cavab verək gəlin. Həzm fermentləri olmadan bəzi qidalar orqanizm üçün faydasızdır. Təbii ki, doğru bir fikirdir. Çünki yediyimiz qidalar iri molekullardır. Baxın, nişastanı qəbul etmiş oluruq, daha sonra iri zülallar qəbul edirik, iri yağlar, karbohidratlar və s. qəbul edirik. Və bu bizim bədənimizdə öz funksiyasını həyata keçirməsi üçün, bizim bunlardan enerji ala bilməyimiz üçün bu qidalar xırda molekullarına qədər parçalanmalıdır. Təbii ki, əgər amilaza yoxdursa, karbohidratlar parçalanmayacaq, lipaza yoxdursa, yağlar parçalanmır, proteaza yoxdursa, pepsin yoxdursa, zülallar parçalanmayacaq. O zaman bu yediyimiz qidaların nə əhəmiyyəti olur? Və nəticədə bu qidalar da orqanizmdən elə bu şəkildə xaric olunmuş olacaq. Yəni biz onlardan istifadə edə bilməyəcəyik. Məsələn, sizin bir misal çəkim. Körpə uşaqlar görürsünüzmü?
3, 4, 5 aylığında onlara adətən ana südündən başqa digər qidalar vermirlər. Hətta belə deyək ki, maye halında olsa belə onu onlara vermirlər. Nəyə görə vermirlər? Çünki onların orqanizmində, onların mədə bağırsağında hələ o qidaları parçalayan fermentlər deməli, sintez olunmur. Sintez olunmursa o qidanı o körpə uşağa verməyin nə əhəmiyyəti var? Bax, bu da onun kimidir. Fermentlər necə fəaliyyət göstərir? Fermentlərin fəaliyyət göstərməsi üçün bir pH olmalıdır, müəyyən pH səviyyəsi, eyni zamanda müəyyən temperatur olmalıdır. Təbii ki, bu amillər təsir göstərəndə o zaman fermentlər öz fəal mərkəzləri vasitəsilə substrata daxil olur və açar qıfılı necə açırsa, açar qıfıl bu əlaqədən istifadə edirik. Açar qıfılı necə açırsa, o ferment də həmin o substratın deməli rabitəsini qırmış oldu. Bəs temperatur fermentlərin fəaliyyətinə necə təsir göstərir? Təbii ki, temperatur yüksəldikcə fermentlərin fəaliyyəti artır, amma bir yerə qədər, bir müddətdən sonra əgər tutaq ki, baxın buradakı şəkildən də görürük ki, 45 dərəcədən sonra fermentin fəaliyyəti tamamilə aşağı düşür, hətta 80 dərəcədən daha aşağı olmuş olur. Çünki fermentlər zülaldılar və zülallar yüksək temperaturdan parçalanır, yəni buna denaturasiya deyirik biz. Öz quruluşunu dəyişir, parçalanır, denaturasiya olur. Ona görə də öz təsirini göstərə bilmir yüksək temperatur olduqda. Nə üçün qidaların əksəriyyətini soyuducuda saxlamalıyıq? Təbii ki, ilk olaraq mikroorqanizmlər çoxalmasın deyə, həmçinin aşağı temperaturda fermentlərin fəaliyyəti də aşağı düşür. O zaman fermentlər öz fəaliyyətini göstərə bilmədiyinə görə də qida xarab olmur. Bu qədər uşaqlar bu dərsimiz. Ümid edirəm ki, hər şey sizə aydın oldu. Sağ olun. Hər birinizə uğurlar arzulayıram.